Herkese salam dostlar. Bu videoda biz yeni başlayanlar için kürək və ayaq məşqi videosu çəkəcəyik. Bundan qabaqki 3 videomuzu izləmişsinizsə, məsələnin prosesi nədən ibarət olduğunu bilirsiniz. İzləməmişsinizsə onları izləyib sonra bu videoya gəlin. Yeni başlayanlar üçün sinə, qolun qabağı, çiyin, qolun arxası. İndi isə kürək və ayaq məşqi çəkirik. Bu cür yox. Tutuş qaydası bu cürdür. Buradan çək bax. Bu cür. Aralı tutuş. Dört set olacaq. 10-12 təkrar. Biraz arxaya getmək yaxşıdır. Tam bu cür yox. Bu cür. Biraz arxaya. On-12 təkrar etdikdən sonra 4 set hərəkət və təkrar artıq bilirsiniz nədir, izah eləmə ehtiyacı yoxdur. Bunu çıxarırıq və dar tutuş. Aralı tutuş qanatlarımızı, dar tutuş kürəyimizin orta hissəsini. Dört set 12 təkrar etdikdən sonra 12. Keçirik 3-cü hərəkətimiz olan sinəyə çəkmə. Zaman keçdikcə hərəkətin düzgün etmə formasını özünüz öyrənəcəksiniz. Hərəkətlərin adlarını da alta yazacağam. Baxa bilərsiniz internetdə düzgün etmə olsa, mən indi tam düzgün şəkildə etməyə çalışıram. Lakin mən özüm də 5-6 ay məşq etdiyimə görə ola bilər ki, hardasa misal üçün, biraz əyri durun, biraz özümü qıraqdan görmürəm. İndi videoya baxanda görəcəm ki, burada biraz misal üçün səhv durmuşam. Bunu yaxından çək. Götürsünüz belə, bu cür. Bu cür. Tam əyilmirsiniz belə. Normal düz qalırsınız bu cür. Ayaqlarınızı biraz qırmaq. Biraz belinizi arxaya. İtələyəndə biraz qabağa edirsiniz. Biraz aşağıdan tutursunuz. Bu əllər yanlarda olur. Biraz qabağa gəlmək yaxşıdır. Tam yox. Eləyəndə də biraz arxaya. Keçirik 4-cü hərəkətimizə. 4-cü hərəkətimiz ümumiyyətcə bir alət var burada. O alətdə niyə istifadə eləmirlər mən bilmirəm. Mənim amma ən sevdiyim alətdir. O isə belimizin bu hissəsinə bel presi deyilən bir şey var. Bel presi. Yüngül çəki ilə, misal 10 kilo və yaxud 5 kilo, siz elə yeni olduğunuza görə ehtiyacı yoxdur ağır çəkilərə. Ümumiyyətcə çəkiyə ehtiyacı yoxdur. Məncə bu hərəkəti bu alətdə həmişə eləməyiniz məsləhətdir. Bu cür, misal üçün. Dört set, 12 təkrar. 4 set 12 təkrar etdiniz, bitdi. Kürək məşqimizi sonlandırırıq. Squat eləyəcəyik. Mən birinci videom məşqə yeni başlayanlar üçün bir həftə full body idi. Full body etmişsinizsə, sizin squatda və yaxud bu göstərdiyim misal üçün 1, 2, ikinci, üçüncü videoda misal üçün sin, çinə, qolun qabağı, arxası eləmişik. Çox sizdə o domas ağrıları deyilən bir ağrı var. Domas ağrısı nədir? Əzələniz şokdadır. Mən birinci o videolarda izah eləməmişəm bu haqda. Qısa domus demişəm, lakin bu ağrının nədən ibarət olduğunu izah eləməmişəm. Bu ağrı
siz ömür boyu məşq eləməmsiniz və yaxud 4 ildir, 5 ildir məşq eləməmsiniz və yaxud 4 ay belə məşq idmanı buraxanda, idmana yenidən qaydanda əzələ şoka düşür. Əzələ yırtılma nəticəsində şoka düşür ki, bu insan yəni passiv həyat yaşayırdı. Ev, iş və yaxud işləmirsinizsə, yəni gündəlik sıradan bir həyatı olan insan idi. Necə gəldi belə ağırlıq götürür, məni parçalayır. Parçalanma nəticəsində də liflər qırılır əzələlərimizdə. O bir həftə, 10 gün belə ağrı verə bilər. Lakin qorxmağınıza ehtiyac yoxdur. O şiddətli bir ağrıdır. Mən idmana başlayanda birdən splitlə başladım. Ağır çəkilərlə. Məndə şiddətli idi. Bəzi insanlar var ki, məsələn, yavaş-yavaş özlərini örgədə eləyirlər. Full body. Onlara yüngül ağrılar olur. Amma çoxunda deyir ki, çox ağrıyır. Yəni o qədər ağrıyır ki, köynəyi belə əynimizdən çıxara bilmirik də. Əlimizi qaldıranda ağrılar və yaxud başqa bir dözülməz ağrılar olur. Məsələn, bu videonu çəkən kameraman dostumuz Nicatda bu ağrılar heç vaxt olmayıb. Çünki Nicat həmişə aktiv həyat tərzi olan bir insan olub. Dağa gedib dağçılıqla məşğul olub, sonra qayaya dırmanma olsun. Sonra aktiv bir həyatı olub. Ayaqları, bütün bədən üzvləri həmişə hərəkətli olduğuna görə Nicat idmana başlayanda dedi ki, məndə ağrı var, lakin çox ağrımır da, biraz ağrıyır. Sizdə də bu ola bilər. Aktiv həyat tərziniz varsa ağrı olmaya da bilər. Məsələn, siz bir ağır işdə işləyirsinizsə, məsələn, fiziki işləyəydi, məsələn, bir ambardarsınızsa, orada yüklərin aparıb gətirilməsinə məşğul olursunuz da deyək. Sizin bədəniniz, sizin əzələləriniz ancaq hərəkətli olur. Ona görə sizdə ağrı olmaya bilər. Lakin çox güman ki, bu videoya baxanların 90%-i için mən qarışıq. Mən belə məşqə başlayanda 5 ay qabaq, Nicat özü də Allah şahid idi, deyir ki, şiddətli məndə ağrılar vardı. Yəni köynəyi yerinə çıxarda bilmirdim məşq zamanı. Onunla belə məşqə davam eləyirdim. Yəni onunla belə məşqə davam edeyim, məşqi buraxmayın. Ki, squat eləyir indi. Squat dostlar, təkdə eləyə bilərsiniz. Məsələn, bu dəmirlə eləyə bilmirsə, bu dəmirin 20-22 kilo çəkisi var. Bundan eləyə bilmirsinizsə, tək eləyin. Tək necədir dostlar? Baxın, ayaqlar biraz aralı, qollar biraz qabaqda və yaxud belə də ola bilər. Amma məsləhətim hər enib qalxanda əllər belə. Amma mən məsləhət görərdim ki, ilk başlayanda yüngül çəkin və yaxud elə tək dəmirlə başlayın. İndi bunun burada əslində bir şey olmalıydı. O desə oralardadır. Bir boynumuzu əzməməkdən ötürü. Amma belə götürməsə yüngüldür. Çəki taqacaqsınızsa boynumuzu əzməməkdən ötürü orada bir dənə şey var. Ona nə deyirlər, heç özüm də bilmirəm. 1 2 3 4 5 6 7 8 9 10 11 12 4 set 12 təkrar etdikdən sonra keçirik ayağımızın ikinci hərəkəti olan bu alətə. Gəl. Videonu kəsməklə davam eləyək, gəl. Bundan da hər idman zalında var. Biraz yüngül çəklərlə eləməyiniz məsləhətdir. 1 2 Bu arada setlər arasında 1 dəqiqə, hərəkətlər arasında 2 dəqiqə. Mən də oradan bura getdim. Yəni siz videoya görə ardıcıllıqla gedirəm. Siz mənə fikir verməyin. Siz hərəkətlər arasında 2 dəqiqə dincəlin. Squatdan bura keçin 2 dəqiqə mütləq dincəlməlisiniz. 4 set 12 təkrar ya da 10 təkrar. İndi bu sizin ağırlığınızdan fərq olacaq. Yəni işlədiyiniz ağırlığa fərq göstərə bilər. O 8 ola bilər, 8 də ola bilər, 10 da ola bilər, 12 də ola bilər. Məsələn 2 dəqiqə dincəldim. Keçirəm bu alətə. Hər zalda olan ayaq alətləridir. Məncə bu hər bir zalda var. Məsəl üçün ucuzdan tutmuş bahalıya qədər bütün zallarda məncə olmalıdır. Yəni standart zallarda belə, yəni bu
ayaq alətlərindən var. Əgər yoxdursa, məncə zalınızı dəyişin ya da ən yaxşı zal evinizə ən yaxın olan zaldır. Alternativ də var. Məsəl üçün, bu alət yoxdursa, bu alətin yerinə başqa bir alternativ göstərərəm. 4 set 12 təkrar deyək ki, etdiniz. Alternativ olaraq belə bir ağırlıq götürün. 10 kilo. 10 kilo ilə yeri biraz uzaqdan dur. Alternativ budur. 20. Hər hərəkətin, hər bir alətin alternativi var. Dostlar, kürək və ayaq hərəkətlərimiz bitdi. 3 seriyadan ibarətdir. Yəni bu göstərdiyim bu 3 video siz 3-6 ay bu hərəkətləri davamlı şəkildə eləyə bilərsiniz. Məncə 3-6 ay heç bir hərəkətləri dəyişməyin və heç bir hərəkəti əlavə etməyin. Çünki siz bir hərəkət üzrə ustalaşmağınız 4-6 həftə çəkir. Sonra bir hərəkəti düzgün şəkildə etmə qaydasını öyrənmək 6-7 məşq. 6-7 məşqə öyrənirsiniz hərəkəti necə düzgün şəkildə etmək lazımdır. Videonu bəyənib, like qoyub, komment yazaraq mənə dəstək ola bilərsiniz və yaxud idmana yeni başladığınız dostunuza mənim məsləhət görə bilərsiniz. Sevirəm sizi, uğurlar. Bu arada mənim yemək videolarda gələcək. Diyet necə saxlanmasınız, o videolarda gələcək. Qidalanma demişəm. Kardiyo videolarda gələcək. Gözəl kardiyo videoları gələcək. Evdə necə kardiyo etmək lazımdır. Ev məşqləri videolarında gələcək. Yəni bu kanal həm idman, həm də gündəlik həyatımızdan ibarət olan bir kanal olacaq. Sevirəm sizi, uğurlar.